Я не люблю своего молодого человека. Он 18 кыздан я Петров, но ревную его и не могу представить рядом с другой девушкой. Не могу назвать это привязанностью, потому что после одной ситуации вообще все чувства к нему пропали. Если вкратце, после временного расставания ему понравилась другая девушка. А когда она ему отказала, он вернулся ко мне. Belə ситуasiyalar olur, xüsusən də bu yaşlarda. И вот сейчас я вроде бы и хочу будущего с ним, а вроде и не могу все время обманывать, что люблю его. Что это за чувство и что мне делать в такой ситуации? Bəzən adam öz ailəsindən utanır, bəzən sonradan qurduğu ailədən utanır, bəzən həyatına seçdiyi adamdan utanır. İnsan bəzən özündən utanır. Utanma çox normal bir şeydir. Bəzən öz etdiyi səhvlərdən utanır, bəzən öz eləyə bilmədiyi, qaçırdığı şanslardan utanır, bəzən verdiyi qərarlardan utanır. İnsan özü-özünə utanması normal bir şeydir, amma kimsə tərəfindən qınanılıb utandırılması yaxşı bir şey deyil. Utanmaq çox təbii bir normal hissdir, duyğudur, emosiyadır, adına nə deyirsiniz deyin, mən bilmirəm adı nədir onun. Utanmaq feildir də, utanırsan, üzün qızarır, ya nə bilim, vicdan azabı duyursan, rahat uyuya bilmirsən. Bu və digər şəkildə şuur altıda və şuur üstüdə səni narahat edən, şuursuzluq və şuur səviyyəsində səni narahat edən müəyyən durumlar olur. Dediyim kimi, bəzən öz dünyaya gətirdiyi övladdan utanır kimsə, bunu deyəndə ilk ağla gələn nədir? Əgər ki, övladın sağlamlığı yerində deyilsə, özünü günahkar hiss edir ki, mənə görə oldu, mən özümə yaxşı baxmadım və ya mən ona yaxşı baxa bilmədim. Belə yetərsizlik hiss eləyir. Ya pulla bağlı, ya ümumiyyətlə, yəni gözümdən nəsə qaçdı, özümə vaxt ayırdım, ona vaxt ayıra bilmədim. Xüsusən analarda olur da bu günahkarlıq hissi. Özün yaşamadığın hər hansı bir şey haqqında məlumat verəndə, təbii ki, o qədər şey var ki, insan hər şeyi yaşaya bilməz ki, başqalarının misalında görür şeydir. Amma yaxından bir şey bilmək üçün özün də keçməlisən o təcrübədən, hər hansı bir təcrübədən ki, onun barədə yaxşı öyrənə biləsən. Bəzi adamlar da başqalarının təcrübələrindən o qədər yararlanıb yaxşı bir şəkildə ifadə eləyir ki, hər şeyi sanki öz təcrübəsi imiş kimi. Yəni heç bir səhv etmədən o təcrübəyə əsaslanaraq yol ala bilir. O da yəni var.